Hər vaxtınız xeyirli olsun, bizi izləyən dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Hamının axtardığı 3 otaqlı mənzil və kvadrat metri 135 kvadrat. Həm yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb və təmir möhtəşəm şəkildə olunub dəyərli izləyicilərimiz. Mənzilin ümumi təqdimatını sizlər üçün təqdim edək və ondan sonra ətraflı məlumatı videonun sonunda görə biləcəksiniz. Xoş izləmələr sizə dəyərli izləyicilərimiz. Keçək mənzilimizin giriş hissəsindən, möhtəşəm dəhliz bölməsindən sizləri tanış edək dəyərli izləyicilərimiz. Bura mənzilimizin giriş qapısı və dəhliz bölməmiz gördüyünüz kimi möhtəşəmdir doğrudan da. Mən bu evə aşiq oldum dəyərli izləyicilərimiz. Lüstrlar möhtəşəm. Belə deyək, dizaynın bir-biri ilə ahəngliyi doğrudan superdir. Mənzilin giriş hissəsi ilə tanış olduq. Giriş hissəmizdən üzbəüz birbaşa bizi mənzilimizin geniş və kvadrat şəkilli olan qonaq otağımız qarşılayır. Qonaq otağında dəyərli izləyicilərimiz yoxdur doğrudan da. Bizim hörmətli izləyicimiz, mənzilin sahibi bu mənzilə çox möhtəşəm dizayn verib və təmirində lüks əşyalardan, lüks təmirdən, bahalı təmirdən istifadə edib. Nəzərinizə çatdırım ki, bu qonaq otağımızdan birbaşa eyvana keçidimiz var dəyərli izləyicilərimiz. Gəlin ardımca zəhmət olmasa, mənzilimizdə sanitar qovşağı ayrı, hamam otağı isə ayrıdır. İlk öncə sizə mənzilin sanitar qovşağını göstərək, tanış olun zəhmət olmasa. Sanitar qovşağında lazımi aksesuarlarla tərçis olunub və hamam otağı da çox möhtəşəm şəkildə dizayn olunub dəyərli izləyicilərimiz. Gördüyünüz kimi təmir möhtəşəm, dizayn super. Sadəcə sizə nə qalıb, gəlib bu mənzili yaxından tanış olub canlı görmək. Gəlin mənzilin xanımlarımızın ən sevdiyi güşəsi ilə, mətbəx otağı ilə sizləri tanış edək. Mətbəx otağında mebellərə o qədər xırdalıqlara fikir verilib ki, doğrudan mən bir videodan əvvəl özüm yoxlamışam. Möhtəşəmdir, sözsüz bir mənzildir. Mətbəx bölməsi və dəhliz bölməsi, bir də sanitar qovşaqları istipolla təchiz olunub. Onu da nəzərinizə çatdırım ki, mətbəx otağından da eyvana birbaşa keçidimiz mövcuddur dəyərli izləyicilərimiz. Gəlin mənzilin 2 yataq otağı var ki, onlarla sizi tanış eləyək. Gördüyünüz kimi bu hissədə də dəhliz bölməmizdə istipol döşəmə təchiz olunub. Kvadrat şəkilli kifayət qədər sahəyə malik olan bir yataq otağımız var dəyərli izləyicilərimiz. Pərdələr qoyulub, lüstr var. Möhtəşəm dizayn, təmir, super, qapılara qədər və təmirində diqqət olunub. Bu yataq otağımızdan da birbaşa eyvana keçidimiz var. Gəlin ardımca mənzilin digər yataq otağı ilə də sizləri tanış eləyək. Bu yataq otağı bu mənzildə mənim çox xoşuma gəldi. Doğrudan da çox açıq və qabağı necə deyərlər, birbaşa açıq əraziyə baxan bir tərəfdir. Yelçəkən proyektdir, skvaznoy mənzildir dəyərli izləyicilərimiz. Bu yataq otağımızın da kifayət qədər sahəsi mövcuddur. Ətraflı məlumatı sizlərə nəzərinizə çatdıraq inşallah. Mənzilimizin yerləşmə ünvanı Yeni Yasamalın tam mərkəzində Əsəd Əhmədov küçəsinin 77 nömrəli avtobus xəttinin üzərində yerləşir. Yerləşmə sahəsi superdir doğrudan da. Kompleks özü 24 saat mühafizə olunur və öz avtodayanacağı, maşın saxlamağa yeri mövcuddur. Həm binanın arxasında, həm də binanın altında 2 mərtəbədən ibarət maşın saxlamaq üçün avtoparking mövcuddur dəyərli izləyicilərimiz. Mənzilimiz yerləşir deməli 3-cü mərtəbədə, bina özü isə 17 mərtəbədən ibarətdir. Ümumi sahəsi 134 kvadrat metr sahədən ibarətdir. 3 otaq, qanuni 3 otaqdan ibarətdir dəyərli izləyicilərimiz. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, ipotekaya yararlıdır. Alan adam birbaşa notarial qaydada öz adına keçirdə bilər inşallah. Mənzilin açarları nəzərinizə çatdırım ki, məndədir. Günün istənilən vaxtı mənzilə gəlib baxış keçirə bilərsiniz. Doğrudan da bir şey də nəzərinizə çatdırım ki, mənzilə canlı gəlib baxsaz, siz də mənim kimi bu mənzildən çıxa bilməyəcəksiniz. Allah alana da, satana da xeyir versin inşallah. Sağ olun, salamat.